Sağlamlığını qeydinə qalan hər kəsi salamlayıram. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır. Studiyada Günel İbadovadır. Baxaq görək dünyada və ölkədə hansı vacib tibb hadisələri baş verib. Səhiyyə Nazirliyi Qurban Bayramı ilə bağlı əhaliyə müraciət edib. Baxaq görək bu müraciətdə bizə nə deyilir. Səhiyyə Nazirliyi Qurban Bayramı və istirahət günlərində müxtəlif respirator xəstəliklərdən qorunmağa dair əhaliyə müraciət edib. Müraciətdə deyilir ki, havaların qeyri-sabit keçməsi səbəbindən respirator xəstəliklərə, o cümlədən hazırda ölkə ərazisində yayılmış mövsümi qrip infeksiyasına yoluxma hallarında artım müşahidə olunur. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və yoluxma hallarının qarşısının alınması məqsədi ilə qarşıdan gələn Qurban Bayramı və istirahət günlərində xüsusilə risk qrupuna daxil olan şəxslərə aşağıdakı tövsiyələri verir. Kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən istifadə edin. Əl gigiyenasına ciddi riayət edin. Gündəlik qidalanma, vitaminlərlə zəngin ərzaqlara üstünlük verin. Geyim seçimində mövsümü deyil, hava şəraitini nəzərə alın. Səhiyyə Nazirliyi hər bir vətəndaşı sağlamlığına xüsusi diqqət və məsuliyyətlə yanaşmağa, həmçinin özünü və ətrafdakıları xəstəliklərdən qorumağa çağırır. Baş nazir dərmanların qiyməti ilə bağlı yeni bir qərar imzalayıb. Detalları bilmək üçün diqqətlə izləyin. Dərman qiymətləri ilə bağlı yeni qərar, dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin qiymətlərinin tənzimləməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasında dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə dərman vasitələrinin idxalını həyata keçirən hüquqi şəxs ölkə daxilində dərman vasitəsinin aptek təşkilatlarına topdan satışını digər topdan satış əczaçılıq müəssisəsi vasitəsilə həyata keçirdiyi təqdirdə bu qaydanın 3.4-cü bəndi ilə müəyyən olunan topdan satış əczaçılıq müəssisəsi üçün əlavənin 40%-nədək hissəsini dərman vasitəsinin aptek təşkilatına birbaşa topdan satışını həyata keçirən həmin topdan satış əczaçılıq müəssisəsinə ödəyəcək. Hormon iynələrinin sümüyü aşındırdığı haqqında məlumat yayılıb və alimlərin yeni araşdırması həqiqətən də çox diqqət çəkib. Detallara baxaq. Hormon inyeksiyaları sümük sağlamlığına mənfi təsir göstərir. Yeni araşdırmalar göstərib ki, uzun müddətli hormon inyeksiyaları, xüsusən də steroid tərkibli olanlar sümük toxumasının parçalanma sürətini artıra bilər. Harvard Tibb Məktəbi və Mayo Klinikasının alimləri tərəfindən aparılan tədqiqatda qeyd olunur ki, bu cür inyeksiyalar osteoporoz riskini artırır və sümük sağlığına ciddi azalmaya səbəb ola bilər. Tədqiqat çərçivəsində 50 yaşdan yuxarı 2000-ə yaxın insanın məlumatları təhlil edilib. Məlum olub ki, müntəzəm hormon inyeksiyası alan şəxslərdə sümük qırığı riski 30% daha yüksəkdir. Alimlər xəbərdarlıq edir ki, bu müalicə forması yalnız ciddi tibbi zərurət olduqda və həkim nəzarəti altında tətbiq edilməlidir. Mütəxəssislər hormon müalicəsi zamanı sümük sağlamlığını qorumaq üçün kalsium və D vitamini qəbulunu artırmağı, həmçinin fiziki aktivliyi tövsiyə edirlər. İnsan orqanizminə qida və içki vasitələri ilə düşən mikroplastiklər qaraciyəri dağıdırmış. Ona necə zərər vurur bilmək istəyirsinizsə diqqətlə baxın və yediyinizə, içdiyinizə çox diqqət edin. Qidadakı mikroplastiklər qaraciyəri zədələyir. Amerika Birləşmiş Ştatlarının Davis Universitetindən olan alimlər mikroplastiklərin sağlamlığa ciddi zərər verdiyini aşkar edib. Amerika Qidalanma Cəmiyyətinin Orlando şəhərində keçirilən konfransında təqdim olunan araşdırmaya əsasən qida və içkilərdəki nanoplastik hissəciklər maddələr mübadiləsini pozur və qaraciyərdə zədələnmələrə səbəb olur. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, insanın gündəlik qəbuluna uyğun miqdarda polisterol nano hissəcikləri qəbul edən heyvanlarda şəkərli diabet əlamətləri və qaraciyər toksik zədələnməsi müşahidə olunub. Nanoplastiklərin bağırsaq bariyerinin keçiriliciliyini artırdığı və toksinlərin qan dövranına keçməsini asanlaşdırdığını da müəyyən edilib. Bu isə az miqdarda plastik hissəciklərin belə ciddi sağlamlıq problemləri yaratdığını göstərir. Alimlər xəbərdarlıq edir ki, hazırki təmizləmə üsulları nanoplastikləri aradan qaldırmaqda təsirsizdir. Gələcək araşdırmalar mikroplastiklərin uzun müddətli təsirlərini öyrənməyə və qorunma yollarını tapmağa yönələcək.
Alimlər yeni karbon qazını udan binalar inşa edəcəklər. Daha doğrusu binalar yox, onların fasadlarını və binalara tatu, yəni döymə şəklində vurulan bu fasadlar sehirli olacaq. Necə bilmək istəyirsinizsə, baxın, biləcəksiniz. Karbon qazını udan bina fasadları hazırlanır. Avropanın 4 ölkəsindən alimlər binaların fasadlarına tətbiq olunacaq xüsusi canlı döymə texnologiyası üzərində işləyir. Bu texnologiya sayəsində fasadlara mikroorqanizmlərlə zəngin bioplyonkalar çəkiləcək. Onlar karbon qazını udacaq, binaları qoruyacaq və qaranlıqda işıqlar saçacaq. Sistem 2 təbəqədən ibarət olacaq. Əvvəlcə fasada xüsusi pigmentlərlə naxış çəkilir. Daha sonra həmin sahələrə mikroorqanizmlərdən ibarət bioplonka tətbiq olunur. Bu bioloji örtük fotosintez qabiliyyətinə malik olacaq, ətraf mühitin bioloji üsullarla təmizlənməsinə kömək edəcək və zədələnmiş səthləri öz-özünə bərpa edə biləcək. Layihə çərçivəsində bioloji mürəkkəbi səthə dəqiq şəkildə səpələyən xüsusi çap texnologiyası hazırlanır. İstifadə olunan mikroorqanizmlərin növləri hələ açıqlanmasa da, alimlər davamlı və çətin şəraitlərə tab gətirən növlərə üstünlük verir. Layihənin əsas mərhələlərin yaxın 4 il ərzində tamamlanacağı gözlənilir. 40 yaşınız varsa, artıq dünyadan əl üzmək zamanıdır. Bu bilirsiniz ki, qətiyyən belə deyil. 40-dan sonra həyat çox daha gözəl və maraqlı olur. Amma 40 yaşından sonra vərdişləri dəyişirsinizsə, bu sağlamlığınıza necə təsir edir və ömrünüzü uzadırmı? Bəli, uzadır. Necə? Bilmək üçün baxın. Orta yaşda vərdişlərin dəyişdirilməsi ömrü uzadır. Finlandiyanın Helsinki Universitetinin alimləri uzun müddətli və geniş miqyaslı araşdırma apararaq maraqlı nəticəyə gəliblər. Orta yaş dövründə, yəni 40-50 yaşlarında sağlam həyat tərzi istiqamətində atılan addımlar insanın ömrünü uzada bilər. Tədqiqat göstərib ki, çəkinin azaldılması və bu prosesin davamlı olması, vərdişlərin dəyişməsi sağlamlığa əhəmiyyətli dərəcədə müsbət təsir edir. Ən maraqlısı isə odur ki, bu dəyişikliklər yalnız gənc yaşlarında deyil, yetkin yaş dövründə də təsirli olur. Yəni, əgər 40 yaşdan sonra fast foodu yulaf sıyığı ilə əvəz etsəniz, liftdən istifadə əvəzinə pilləkəndan qalxsanız, bədəniniz sizə sadəcə təşəkkür etməyəcək, həm də ömrünüzü uzadacaq. Alimlər illərlə iştirakçıların həyat tərzini müşahidə edərək belə nəticəyə gəlib ki, sağlam qidalanma və fiziki aktivliyin artırılması kimi dəyişikliklər heç vaxt gec deyil. Əksinə, vaxtında edilən addımlardır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib xəbərləri bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.